Dostlar namaste, xoş gördük. Çox önəmli məqama toxunmaq istəyirəm bu çıxışımda. Qadın-kişi münasibəti. Ümumiyyətcə, orada problemlər nədədir, nəyə görə insanlar ayrılır, nəyə görə insanlar dalaşırlar, yola gedmirlər. Çünki bir çox qaydaları, bir çox prinsipləri əvvəlcədən düzgün edilmir. Yəni, əvvəlcədən bizə düzgün izah olunmur valideynlər tərəfindən. Gəlin bu mövzunu mən sizə qəşəng açım, danışım və siz də görəcəksiniz ki, burada problemlər, məsələlər əslində hardadır. Baxın, mənim düşüncəmlə, çünki mənim düşüncəm biraz universaldır. Fəlsəfələrə əsaslanır, müəyyən dini kitablara əsaslanır, mənim səyahətlərimə əsaslanır. Ona görə də mən bu günləri bu mövzunu belə geniş 360 dərəcə görə bilirəm. İnsanlar bir-birləri ilə eyni haqdadırlar. Yəni, eyni... Sən bu günləri ailə qurursansa, fərqi yoxdur. Misal üçün, sən kişisən və yaxud qadınsan, sənin ilk öncədən anlamalısan ki, qurduğun ailə müqəddəsdir. Orada bir çox şeyləri sən etməməlisən. Sən onu anlamalısan. Yəni, şuurlu olaraq dərk eləməlisən. Okey, bizim mentalitet, misal üçün, analar, bizim analarımız, atalarımız, bizdən öncə gələn nəsillər, onlardan öncə gələn nəsillər, onlar münasibətlərini qorxu üzərində qurublar. Ümumiyyətcə, bizim cəmiyyətdə qorxu çoxdur. Yəni, qorxu idarə edir. Bundan öncə daha çox idarə edirdi. İndi biraz zəifliyib, amma yenə də var, kifayət qədər var. Bizə dini də qorxu kimi təqdim edirlər. O nə deməkdir? Yəni, baxın, Allah bir sevgidir. O səni hər zaman bağışlayır. Necə olur ki, sən namaza gecikəndə və yaxud bir dəfə namazı buraxanda sənə deyirlər, sən cəzalanarsan, belə olarsan, elə olarsan. Sənə dini qorxu kimi təqdim edirlər. Ona görə də bu günləri bir çox insanlar namaz qılmaqdan qorxurlar, istəmirlər. Deyir ki, mən birdən başlayaram, sonra davam edə bilmərəm. Yəni, görürsünüz, bu bir faciədir, bu bir errordur bizim dində. Əslində bizim dində yox. Azərbaycanda təqlib olunan din liderləri tərəfindən böyük bir faciədir. Vallahi mənim düşüncəmdə o nə bilim, şiə, sünni, bu şeylər yoxdur. Onlar ailələr olublar, bir-birləri ilə dava ediblər. Onların indi bizim həyatımıza nə dəxli var, nə əlaqəsi var? Allah yeganədir. Yəni, okey, bizim bugünləri mövzumuz din mövzusu deyil. Amma sadəcə olaraq mən bu məsələyə nəyə görə toxundum? Qorxu kimi təqdim edirlər, ailəni qorxu kimi təqdim edirlər. Qadın ərindən qorxar. Yox, qadın ərindən qorxmamalıdır. Qadın ərinə hörmət eləməlidir, sayğı duymalıdır. Bunlar fərqli şeylərdir. Necə qorxar? Nəyə görə kimsə məndən qorxmalıdır? Yəni, bu nə dərəcədə adekvat bir düşüncədir? Hörmətlə yanaşmalıdır, sevgi ilə yanaşmalıdır. Misal üçün, bəylər düşünürlər ki, yəni, baxın, onlarda da əslində günah yoxdur. Onları elə tərbiyələndiriblər, heç olmasa siz gənc valideynlər öz uşaqlarınızı elə tərbiyələndirin. Çünki siz onları korlayırsınız. Elə tərbiyələndirirlər ki, mən kişiyəm, mənə hər şey olar, sənə heç nə olmaz, sən qadınsan. Qadın gülməz, yəni qız gülməz, kişi ağlamaz. Baxın, bu böyük bir səhvdir cəmiyyətdə, mədəniyyətdə, tərbiyədə. Necə yəni kişi ağlamaz? Kişi ağlayar da, kişinin də duyğuları var. Yəni kişinin də canında, qəlbində ruh yaşayır. Ona görə də bəzi hallarda, bir çox hallarda baxırsan 35-40 yaşında gənc bəylər
infarkt, insulta məruza qalırlar. Yəni bu bir faciədir. Və yaxud qadın gülməz, qız gülməz. Nəyə görə gülməməlidir? Qadın gülər də, qız gülər də. Yəni hər şeyin öz yeri var, qaydası var. Qadını bu günləri cəmiyyət belə hazırlayır, upakovka eləyir ərə vermək üçün. Uğurlu ərə vermək üçün. Hətta baxın nə qədər cəmiyyətdə degradasiya baş verir. Səni hətta oxutdururlar. Bu günləri mən inanıram ki, bugün bu şeylər az baş verir, amma bir müddət öncə daha çox baş verirdi. Ailələr diplom alırdılar qızı üçün. Bax, savad yoxdur, oxumayıb, biliyi yoxdur. Diplomu alıb verirlər ki, daha uğurlu ərə vermək üçün. Yəni bu, düşünün, yəni nə dərəcədə. Amma kişiyə, oğlana hər şey olar. Sən bu günləri, əgər pulun varsa, özünə də baxmaya bilərsən, yəni kilo al, bu boyda qarınla gez, pulun varsa, bir dənə maşın aldın özün üçün, qəşəng fırlanırsan, dostlarınla oturursan, axşama qədər, gecəyə qədər gic-gic söhbətlər, gic-gic o belə domino oynayırlar, kafedə, bilmirəm, 3 istiqamət haqqında danışılır. Mən bu şeyləri keçmişəm, ona görə dəqiq sizə danışıram. Birinci danışılır siyasət haqqında. Baxın, 5 dənə dost oturur çayxanada, otururlar, çay içirlər, qəlyan çəkirlər, danışırlar siyasət haqqında. Sonra mövzu keçir, maşınlar haqqında başlayırlar danışmağa. Bu mənim, nə bilim, BMW-min bamperini belə aldı, gic-gic şeylər. Yəni bu, necə sən bu haqda oturub belə danışırsan, zaman itirirsən. Üçüncü mövzu, ən aktual, ən maraqlı mövzu, oturub qızlar haqqında danışırlar. Hamı da evlidir. Bu bir, necə deyim, bilmirəm necə ad qoyun buna. Yəni etməyin bu şeyləri. Bir-birlərinə şəkil göstərirlər. Yəni bu çox belə aşağı bir hərəkətdir də. Yəni sən kiminləsə bəlkə də görüşmüsən, kimsə səninlə görüşüb, sən nəyə görə o şeyləri açırsan orada, danışırsan, şəkil göstərirsən, filan kesi tanıdın, yəni bu kişiyə yaraşan, bəyə yaraşan hərəkətlər deyil. Ona görə yığışdırın bu söhbətləri. Oturub siyasətin neyini müzakirə edirsiniz, neyini danışırsınız və yaxud avtomobillərin neyini danışırsınız. Bir şuurlu olun. Mən hal-hazırda səsləndirən bəylərə eləməyin bu şeyləri. Ona görə yetişmirsiniz, ona görə inkişaf eləmirsiniz. Onlarsa get zala məşq elə, get yogaya, get nə bilim qaç, bədənini tanı, qarnovu ərid, daha xoşbaxt olacaqsan. Sabah sən yoldaşınla harasa gedəndə daha belə utanmayacaqsan, belə geniş maykalar giyinməyəcəksən ki, qarnovu gizlədəsən. Sinəvi dayı da qabağa verəcəksən. Hiss edəcəksən ki, sən yoldaşının xoşuna gəlirsən, başa düşürsən. Yəni, bu anlayışı değişin. Mən başa düşürəm, əslində bizi qınamaq olmaz. Bizi belə tərbiyələndiriblər. Vaxt olub, mən də bu etaplara biraz yaxınlaşmışam. Amma mən sonra dərk elədim ki, yox, burada bir çıxış yolu yoxdur. Yəni, bu bir boşluqdur. Və başladım araşdırmağa, başladım anlamağa ki, daha gözəl həyat, daha xoşbaxt həyat hansıdır. Nəyə görə problemlər yaranır? Çünki birincisi bizdə məcazi desək qızları gözü bağlı, həyatı anlamadan, partnyorunu tanımadan, toxunmadan, bilmədən bu kimdir, nədir? İndi mama, papa deyir ki, əşi, get, pulu var, yaxşı ailədəndir, belədir, elədir. Vallahi, o iminlə müəyyən zənginliyə görə siz əgər qızınızı vermək istəyirsinizsə, bu böyük səhvdir. Siz fikir verməlisiniz, oğlanın ailəsinə, onlarda olan, misal üçün, bəydə olan enerjiyə, onda ürək rəhimliyə, yəni o belə rəhimli insan olmalıdır, əsəbi, gərgin insan olmamalıdır. Yalnız
pulu, zənginliyi ölçü olaraq götürsəniz, böyük səhvlər edirsiniz. Çünki o ailədə, elə ailələrdə bir çox problemlər olur. Narkomaniya olur, içki olur, hökümdarlıq olur. Çünki öyrəşiblər hər şeyi pulla həll eləməyə. Ancaq ego xəstəliyidir. Əlbəttə o evlad, o ailədə yetişən evlad narsiz olacaq. Və sənin qızğın həyatını korlayacaq. Çünki o ancaq özünü düşünür. Ancaq deyir, mənəm qurtardı getdi. Sən mənim nökərimsən. Sən evdə qulluqçu olmalısan. Yəni bu prinsiplə yanaşırlar. Yəni aldanmayın, o qıra, qızla, ay nə bilim, filan yerdə evi var, belədir, elədir. İnsanın mədəniyyətinə baxın. İnsanın tərbiyəsinə, mədəniyyətinə, enerjisinə baxın. Savadlı olsun. Yəni bu şeylər önəmlidir. Varlıq yox. Varlıq odur ki, sən öz zehninlə, öz savadınla sən bir çox varlığı çəkə bilərsən həyatına. Münasibət güclü olur, xoşbaxt olur, davamlı olur. O halda nə vaxt ki, ailədə müəyyən qanunlar olur. Yəni, o qanunlar, yenə də deyirəm, hökümdarlıq üzərində qurulmur, sevgi üzərində qurulur. Misal üçün, mən misallar çəkə-çəkə sizə daha aydın yanaşmağa başlayacağım. Baxın, münasibət odur ki, mən bugünləri həyat yoldaşımı idarə etməyə çalışmıram. Mən nəyə görə onu idarə etməliyəm? Mən birincisi yorularam onu idarə etsəm. Mən tükənərəm, mənim nə qədər enerjim gedir. Mən onun telefonunu yoxlayıram. Ay nə bilim, ona görüntülü zəng vururam, hardasan, nəsən, çatdın, yanında kim var? Telefonunu yoxlayıram və yaxud heç yerə buraxmıram. Deyir ki, onlar gedim rəfiqələrimlə səhər yeməyinə və yaxud bilmirəm harasa. Ay yox, olmaz, nə bilim nə. Baxın dostlar, bu şeyləri etməyin. Bu sizdə olan əminsizlikdir. Bu sizdə olan problemdir. Hansını ki siz yaşadırsınız. Siz o problemi yaşatmamalısınız. Siz o problemi həll eləməlisiniz. Nəyə görə həll eləməyə çalışmırsınız? Öz üzərinizdə işləyin. Sən həyat yoldaşına və yaxud sevgilinə inanmalısan, ona güvənməlisən. Baxın, sən əgər həyat yoldaşına inanırsan, deyirsən, canım mənim, problem yoxdur, get, amma ehtiyatlı ol. Misal üçün, saat 11-də, 10-da artıq qayıt evə, çünki mən nigaran qalacağım və yaxud mən sən dalınca gəlib səni götürəcəm. Yəni, bu şeyləri edin. Siz bu necə xoş, münasib, yəni bu gözəl şeylərdir. Sən həyat yoldaşınla dostluq eləməlisən. Çünki adı üzərindədir, həyat yoldaşı. Bu sənin həyatının yoldaşıdır. Sən bunun həyatında hökümdarlıq eləməməlisən. Baxın, ona görə ayrılırlar, ona görə problemlər yaşayırlar. Siz nə qədər bu günləri xanımlar, qızlar psixiatrlarda qalıblar, dərmanla yaşayırlar. Bu bir haqsızlıqdır, bu bir günahdır. Sən hər ağzına gətirilən sözü inşallah, inşallah mən namaz qılıram, amma həyat yoldaşını incidirsən, ən böyük günahı qazanırsan. Vallahi sənin o inşallah da qəbul olmur, sənin o duaların da qəbul olmur. Başa düşürsünüz nə qədər hamısı bir-birinə bağlıdır. Sən bu günləri rahat olmalısan, həyat yoldaşına inanmalısan. Görəcəksən ki, inam üzərində qurulan münasibət, sevgi üzərində qurulan münasibət, hörmət olan yerdə orada nə xəyanət olur, nə başqa söz-söhbət olur. Görürsən ki, həqiqətən də yəni bu həyatı sən çox gözəl, rahat, huzurlu idarə edə bilərsən. Nəyə görə hökümdarlığına idarə etmək istəyirsən? Əlbəttə, son nöqtədə kişinin, bəyin sözü yəni axırıncı olmalıdır. Amma xoş olaraq. Yəni son qərarı bu yəni cəmiyyətdə belə olmağı normaldır. Yəni təbiətdə də belədir. Amma orada hökümdarlıq, ay nə bilim, mən dedim belə oldu. Yox, sən müzakirə elə, danış. Uşaqlarınızı da elə böyüdürsünüz. Olmaz, olar, olmaz, olar. Olmaz dediyiniz halda siz izah etməlisiniz. Nəyə görə olmaz?
bu problemləri, bu psixoloji durumları indidən yaşadırsınız. Bunlar hamısı bilirsiniz travmalardır. Onlar da sonra böyüyürlər. Ay nə bilim, oğlana hər şey olar, qıza heç nə olmaz. Vallahi bu bir problemdir. Mən bu günləri inanın nə xanımların, nə bəylərin tərəfini tutmuram. Mən problemi izah edirəm ki, əgər siz belə davam etsəz, bu problemlər bitməyəcək. Çünki hər ailədə qız da dünyaya gəlir, oğlan da dünyaya gəlir. Başa düşürsünüz, sən hər şey bir-birinə bağlıdır. Ona görə anlayın, yəni tərbiyə mədəniyyət necə olmalıdır. Evladlarınıza mədəniyyəti öyrədin, sevgini öyrədin. Xanımlara necə qulluq etməyi öyrədin. Hökmdarlığı öyrətməyin, zalımlığı öyrətməyin. Mən başa düşürəm, sizi elə tərbiyələndiriblər, sizi elə böyüdüblər. Amma o demək deyil ki, siz elə davam eləməlisiniz və zalımlar, hökmdarlar dünyaya gətirməlisiniz. Bunu biz bu günləri anlamalıyıq. Baxın, çox gözəl məlumatdır əslində. Əgər sən bunu anlasan, başlasan icra etməyə, görəcəksən ki, doğrudan da həyat gözəldir. Yəni, həyat çətinliklər əsasında qurulmur. Hər şey çox rahat ola bilər. Həyat bu günləri sənindir. Sən onu istədiyin kimi idarə edə bilərsən, amma çalış sevgi ilə idarə et. Hökmdarlıqla yox. Tamam dostlar. Gününüz gözəl keçsin. Özünüzə yaxşı baxın. Namaste.